Təxmini 2 ay əvvəl D vitamini və B qrup vitaminlərdən analiz vermişdim və nəticə isə elə gözlədiyim kimi oldu. D və B12 çatışmazlığı olduğunu dedi həkim. B12 çatışmazlığı zamanı unutqanlıq, yaddaş zəifliyi, vitamin D çatışmazlığı zamanı isə saçların tökülməsi, dırnaqlarda və sümükdə kövrəkləşmə, halsızlıq və çəki artımı yaranır. Həkim mənə B12 iynəsi və D vitamini yazdı. Mən isə hələ ki D vitamininə başlamışam. Həftədə bir dəfə 50 ml doza kapsul formasında içirəm. D vitamini içərkən mütləq həkim nəzarətində qəbul edin. Çünki doza həddi aşılarsa qaraciyər ciddi zədələnə bilər. Və bu həftənin hansı günü qəbul edirsinizsə D vitaminini, digər həftənin də eyni günü qəbul edin mütləq. 2025-ci ilin sonuncu ayını yaşayırıq artıq. Sizə də elə gəlmir ki, vaxt çox tez keçir. Artıq il bitir demək olar. Evdə yolka quranlar var artıq, yoxsa siz də hələ ayın ortasını gözləyirsiniz mənim kimi? Əslində neçə ildir ki, yolkalara marağım yoxdur. Amma bu il hazırlamaq istəyirəm. Düzdür, qiymətləri çox bahadır. İldə bir neçə gün görəcəyim bir əşyaya bu qədər pul vermək istəmirəm. Amma yəqin ki, bahalı bir şey alsam, Novruz bayramına qədər sökməyəcəm. Açığı Gəncədə bilmirəm harda satılır yolkalar. Supermarketlərdə hələ görməmişəm satıldığını. Gəncəni tanıyan, gözəl yolkaların harda satıldığını bilən varsa, yazsın zəhmət olmasa. Bu yeni il əslində yoldaşım üçün də ilk olacaq. Çünki heç vaxt yeni il qeyd etməyiblər. Adana bölgəsində dediyinə görə o qədər də ciddi qeyd olunmur yeni il bayramı. Daha çox Ramazan və Qurban bayramını daha gözəl qeyd edirlər. Elə bu səbəbdən də onun üçün də bir fərqli etmək istəyirəm və bu bizim öz evimizdə ilk bayramımız olacaq. Yadda qalan maraqlı olmağını istəyirəm. Yəqin ki, buradan maraqlı bir şeylər tapmasam, Temudan sifariş edəcəm. Çünki orada çeşidlər də çoxdur və daha münasib qiymətədir. Temu səbətimə əlavə etdiyim bir neçə məhsul var əslində. Baxacam yenə də. Bəzən YouTube kanalıma yüklədiyim videoları silirəm. Bunun səbəbi isə bəzi videolarını bəyənmirəm və yaxud da gözlədiyimdən az baxış sayı yığır. Bəzən elə olur ki, saatlarla editlədiyim videolar çox az baxış yığır. Bəzən isə ötəri hazırladığım videolar çox baxış yığır. Son zamanlar isə bu problemi anlamıram. Yüksək baxış yığan videolarımın baxışı 1 saat sonra tamamən düşür. Məsələn, 2000 baxış yığan videom 1 saat sonra 1000 baxış göstərir. Mən videolarımı telefonla çəkib, telefonla editləyirəm. Amma deyirlər ki, keşfətə düşmək üçün, çox baxış yığmaq üçün iPhone model telefondan istifadə etməlisən. Mənim telefonum isə Samsungdur. Artıq bir ildir kanal açmışam, amma aktiv deyildim. 3-4 aydan bir video atardım. İndi isə aktiv olaraq video atıram. Sizin də dəstəyiniz məni daha da həvəsləndirir. Bunun üçün isə sizə dərindən təşəkkür edirəm. Saç keratinini, qaş və kibrik laminasiyasını evdə öz edən bir qızın yəqin ki, tipsisini çıxartmaq üçün salona gedəcəyini düşünmürsünüz. Haqlısınız, tipsimi də evdə özüm çıxardıram. Tipsləri çox sevirəm, amma çox zamanda gigiyenik olmur. Xüsusən yemək hazırlayanda elə bu səbəbdən də çıxarmaq qərarına gəldim. Mən artıq 2-ci dəfədə özüm çıxardıram. Əvvəlcə isti suda biraz əlinizi yumşaldın və krem vurun ki, dırnaqlarınız yumşalsın ki, rahat çıxara biləsiniz. Sonra isə kiçik qayçının ucu ilə dırnağın dip hissələrindən qaldırın. Yavaş-yavaş bu prosesi etdikcə tez-tez əlinizi biraz ilıq suda gözlədin. Bu zaman isə dırnaq kökləri yumşalır və lak üzərindən rahatla çıxır.
İlk dəfə bunu edirsinizsə, çox diqqətli olun. Yavaş-yavaş özü çıxacaq. Sonra kənarlarını pilka ilə düzəldin. Sonra isə əllərinizi nəmləndirici krem çəkin. Hər nə qədər tipsini sevsəm də, dırnaqlarımı çox kövrəkləşdirir. Bu səbəbdən də biraz ara verəcəm ki, dırnaqlarım özünə gəlsin. Mənim salona getməməyimin səbəbi saatlarla gözləməyə səbrim çatmır və bir tərəfdən də gigiyenik olmadığı üçün çox getmirəm. Çünki bu alətləri gün ərzində məndən öncə ən azı 3 nəfər də istifadə edirlər. Heç bir dezinfeksiya aparatı yoxdur. Necə gəldi istifadə olunur. Ətrafımda bir neçə xanımın dırnağının tipslərdən sonra göbələk düşmüşdü. Elə bu səbəbdən də ehtiyatlı davranmağa çalışıram. Hər məsələdə gözəllik qurban tələb edir deyirlər. Mənsə heç bir misala uymayanlardanam. Mən sağlamlığımı və komfortumu heç nəyə qurban verə bilmərəm. Dırnağa hər qat gel vurduqca lampada qurudulur və dırnaq dibində dəhşətli dərəcədə yanma hissi olur. Təsəvvür edin ki, bu proses hər ay təkrarlanır. Mən təsəvvür edə bilmirəm bunu. Düşünürəm ki, taxma dırnaqlar alım və canım istədiyi zaman və ya özəl günlərdə istifadə edim. Həm ziyansızdır, həm də nə vaxt ki sıxıldım, rahatlıqla çıxara bilərəm. Tipsləri tam olaraq çıxartdım və son olaraq dırnağımın üzərindəki kleyi pilka yardımı ilə tamamən təmizlədim və son olaraq nəmləndirici kremdən istifadə elədim ki, dırnaq diblərimi incitməsin. Bugün biraz da təmizliklə məşğul oldum. Onsuz da tez-tez evi təmizləyirəm. Elə bir güclü iş qalmır. Bu aralar biraz da tortlar bişirməyə maraq yaranıb məndə. Düşünürəm ki, maraqlı bir şeylər hazırlayım və elə burada da sizinlə də paylaşaram. Özüm də öyrənmiş olaram. Bir tərəfdən də son olaraq paltarları atdım yuyulmağa və bu günlük işim bitdi demək olar ki. Paltar az olan zaman yarım saatlıq rejimə atırdım həmişə. Çıxardanda isə bütün ləkəsi üstündə olurdu və təzədən yumaq məcburiyyətində qalırdım. Bəs sizdə də belə olur? Bu bölməyə isə gözəl qoxusu gəlsin deyə yumşaldıcı qoyuram. Əvvəllər paraşoku da, yumşaldıcını da maşının içinə tökürdüm və ya elə bu gözə tökürdüm hamısını. Sonra isə öyrəndim ki, yumşaldıcını maşın ən axırda götürür və tam durulayanda yumşaldıcını götürür. Qoxusu tam gözəl gəlsin deyə, paltarın üstündə qoxusu qalsın deyə. Ondan sonra artıq öz yerinə tökürəm, ikinci yerə. Bir Azərbaycanlı olaraq bizim dincəlməyimiz çaysız olmaz təbii ki. 45 dərəcə istidə belə çay içən insanlarıq. Mən də özüm üçün qəşəng bir çay hazırlayım, dincəlim. Ağzına açıq qoyuram ki, tez daşır çay. Xırda olduğuna görə deməli təmizləməyi də biraz çətin olur. Belə tez bir zamanda dəmləndi. İndi götürəcəm bunu.
Bu da sizin üçün türk çayı. Çaykur. Məsələn, biz Azərbaycan çayından tez və ya Berqadan 3 çay qaşığı tökürüksə, bir çaynik dəmləmək üçün. Bu çaydan 3 yemək qaşığı tökürəm dəmləmək üçün, yəni o rəng alınması üçün. Hətta evdə adam çox olanda 3 yemək qaşığı yarım tökürəm, yəni tam bəs eləsin deyə, tünd olsun deyə. Bu isə ikinci paketdir. Artıq açdım ikinci paketi də istifadə etmək üçün. Belə hələ ki bunu istifadə edirik. Bu gün mənə ən maraqlı olan yeməyi, yaprak sarmasını hazırlayıram. Görünüşcə bizim yarpaq dolmasına bənzəsə də tamamilə fərqlidir. Oxşar tərəfi sadəcə hər ikisini də yarpağa bükməyimizdir. İçinə 3 ədəd pomidor, 2 qırmızı soğan, 2 stəkan düyü, 1 stəkan duru yağ, 1 baş sarımsaq, 1 dəstə göyərti, 1 xörək qaşığı tomat, 2 çay qaşığı quru nanə, 3 xörək qaşığı isə nar şərab tökdüm. 1 çay qaşığı da istiot qatdım. Bizdə tomat duzlu idi, ona görə duz çox az tökdüm. Bunları yaxşıca qarışdırıb bir kənara qoydum. Anam hazırladığı duzlu yarpağı qaynanmış suda biraz saxladım yumşalmağı üçün. Yarpaqların saplağını təmizləyib uzun halda bükdüm bütün dolmaları. Buzluğa qoydum bu cür halda. Çünki bir neçə gün sonra bişirəcəm. Üstünə isə sous olaraq nar şərab, nanə, tomat, 3 ədəd sarımsaq, biraz da yağı qazın üstündə dağ eləyib üstünə sous olaraq tökəcəm. Bunu da bişirərkən sizin üçün çəkib göstərəcəm. Yeməyi hələ bişirməmişəm, amma o qədər gözəl qoxusu var idi ki, inşallah ki dadı da bu cür olar. Bir türk yeməyi hazırlayanda yanında da bir Azərbaycan yeməyi hazırlayıram ki, evdə dava düşməsin.
Toydan sonra anamgil bizə qonaq gələrkən paxlava, qatlama və qoğal gətirmişdilər. Evdə çox olduğu üçün və təbii ki, ikimiz bunun hamısını yeyə bilməyəcəyimiz üçün bütün bunlardan Türkiyəyə də göndərdik hədiyyə olaraq. Hər birini çox bəyəniblər dadını. Bu gün isə yoldaşım üçün yenə paxlava hazırlayacağam. Bunun üçün qoz və fındığı təmizlədim, blenderdan keçirtdim və burada yadıma düşür ki, mən paxlavanın üstünə qoyacağım qoz və fındığı da hamısını blenderda üyütmüşəm. Nəysə, eybi yox, B12 eksiliyim burada da özünü göstərir. Düşüb marketdən paxlavanın üstü üçün əlavə qoz fındığı alacağam. Evdə olanda paxlavanı dəfələrlə bişirmişəm, amma tək heç vaxt bişirməmişəm. Həmişə anamla bişirmişəm. Mən içliyini, xəmirini hazırlamışam. Anam isə yaymağı çox gözəl bacardığı üçün bütün lavaşlarını ona yaydırmışam. Bu dəfə isə ilk olacaq. Hamısını özüm hazırlayacağam. İnşallah ki, yaxşı bacararam. Paxlavanı isə digər vloqda hazırlayacağam. Sadəcə içliyini indi hazırladım. Çatdırmayacağım üçün digər vloqda hazırlayıb sizin üçün çəkəcəm hamısını. Qoz fındığı belə üyütdüm blenderda. Bunu belə indi soyuducuya qoyacağam. Çünki bu mənə indi lazım deyil. Bir 3-4 gün sonra lazım olacaq bu mənə. Əslində mənə 2 stəkan lazımdır. Üyüdülmüş qoz. 2 stəkan da şəkər toz lazımdır. Burada biraz çoxdur sanki. Əlavə olanı saxlayacağam yenə lazım olar.